لكن نتخيل أن الناس بيرضون عنا جميعا، لا. ارفع رأسك وقل أنا سلفي. ما في شيء. Quran yas mərasimlərində oxunmaz və onun savabı ölüyə çatmaz. Əksinə, bu insanların sonradan uydurduğu bidətlərdən, dində yeniliklərdən biridir. Vacib olan isə bu əməldən uzaq durmaqdır. Həmçinin tək dərdi səri pul toplamaq olan o qarilərdən, Quran oxuyanlardan ehtiyat etmək vacibdir. Onlar üçün mühüm olan budur ki, cəmiyyətdə tanınmış, böyük bir şəxs ölsün ki, ona görə buna çoxlu pul versinlər. Elə buna görə də, əgər onun yanına zəif və ya kasıb birisi gəlsə, deyər, yox, mən səninlə gəlmirəm. Mənim burada VIP müştərilərim var. Sən mənim dərəcəmə uyğun deyilsən. Onlara deyirlər ki, get o kiçik, zəif qarilərin yanına. Onlar səninlə gedərlər. Heyf ki, bu vəziyyət bir çox İslam ölkələrində yaşanmaqdadır. Hətta bəziləri var ki, kiminsə ölməsini arzulayırlar. Hər səhər duranda əllərini qaldırıb, Allahım, özün ruzi yetir deyə dua edirlər. Sanki klinika açıblar. Əgər ona istədiyi qədər pul versələr, rəhmət ayələrini oxuyar. Yox əgər verdikləri məbləğ onu qane etməsə, əzab ayələrini oxumağa başlayar. İslam ölkələrinin birində qardaşlardan biri belə bir hadisə danışdı. Bir qari gətirirlər, ona az pul verirlər. O da başlayır Allah Teala'nın bu ayələrini oxumağa. Tutun onu, qandallayın. Sonra cəhənnəmə atın, sonra da onu 70 arşın uzunluğunda zəncirlə bağlayın. Ölünün ailəsi buna çox pis olur və deyirlər, ay Allah bəndəsi, biz başqa şey istəyirik. İstəyirik ki, bizə rəhmət, cənnət və nimət ayələrindən oxuyasan. O isə deyir, Subhanallah, siz cənnəti müftə, pulsuz istəyirsiniz, ödəniş edin. Nəhayət, onu razı salacaq pulu verdikdə isə başlayır bu ayəni oxumağa. Ey, arxain olan kəs, dön Rəbbinə, sən ondan razı, o da səndən razı olaraq. Daxil ol qullarımın sırasına, daxil ol cənnətimə. Vallahi, bunlar haram, suxt malı yeyirlər. İstisnasız olaraq, yas mərasimlərini bu şəkildə canlandıran qarilərin hamısı haram yeyirlər. O mərasimlərə xərclənən pullar isə şeytan yolunda xərclənən pullardır və ölüyə heç bir faydası yoxdur.